Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Demək, plastik kütlələrdə 16-cı sualda qalmışdıq. Burada deyir ki, elementar halqasında 15 atom olan polimer hansıdır? Elə Lavsan lifində orada benzol halqasında 10 dənə var. Yəni kənarda bunu rahat tapmaq üçün. Yəni ki, biz artıq bilirik ki, benzol halqasının içərisində, yəni bura CO, benzol halqasında C6H4, yenə CO, CH2, CH2O. Bu hissədə gördüyümüz kimi elə 10 dənə, bu konkret olaraq 15-i keçir. Yəni çox da fikirləşmək lazım deyil. Neylon lifində də həmçinin heksametilen diamin də elə 6 dənə CH2 qrupu C-nin içərisindədir. Heksametilendir, CH2 6 dənə diamin. Bu da ki 18 edir. Yəni onun üçün də B variantı da olmayacaq. Həmçinin kapron da CH2 qruplarının sayı çoxdur. Burada çox ehtimal ki polimetil metakrilat eləyəcək. Yəni ki cavabımız C variantına uyğun gələr. 17. Hansı ifadə doğru deyil? İzopren alkadiyenlərə aiddir. İzopren aiddir. Yəni ki A variantı doğru deyil. Lavsan lifi polikondensləşmə reaksiyası ilə alınır. Polikondensləşmə artıq keçən dərslərimizdə dedik ki, su da, yəni məşhuru suyun alınmasıdır. Onun üçün də doğrudur. Burada su alınır Lavsan lifi. Yəni poliefir lifdə bu. Kapron poliamid lifidir. Bəli, çünki amin qrupla turşu qruplarının bir-birinə birləşməsi poliamid olur. Lavsan lifi mürəkkəb efirdir. Mürəkkəb efir qruplardır. Polipropilen bromlu suyu rəngsizləşdirir. Y variantı yanlışdır. Niyə? Çünki propilenin tərkibində artıq pirabitə qırılıb. Bu polipropilen belə olur. Burada gördüyümüz kimi pirabitə qırılıb. Pirabitə qırıldığına görə də bromlu suyu rəngsizləşdirə bilməz. Amma alkadiyenlərdən olsaydı, misal üçün deyək ki, butadiyen olsaydı tutalım. Butadiyen bromlu suyu rəngsizləşdirə bilər. Səbəb? Çünki burada pirabitənin olmasıdır. Yəni bu artıq rəngsizləşdirə bilir, amma polipropilen rəngsizləşdirə bilmir. Hansı ifadə doğru deyil 18-ci sualda? Triasetil selluloza molekulunda mürəkkəb efir qrupu var. Adından göründüyü kimi də burada triasetil selluloza, yəni ki asetat turşusu ilə sellulozanın spid qrupunun birləşməsindən əmələ gəlir. Mütləq şəkildə, yəni efir qrupu var bunun tərkibində. Onun üçün də A variantı doğrudur. Enant poliamid lifidir. Enant bəli, poliamid lifidir. Polimetil metakrilat polimerləşmə reaksiyası ilə polimetil metakrilat polimerləşməsi, bu da düzdür. Doğru deyil istəyir. Çünki polimetil metakrilat pirabitənin qırılması ilə əldə olunur. C variantı. C variantı da doğru deyil istəyir. Polivinil xlorid bromlu suyu rəngsizləşdirir. Yenə bayaqki sualdandır. Polivinil xlorid bromlu suyu rəngsizləşdirə bilməz. Çünki CH2 xlor. Daha doğrusu burada CH xlor. Yəni ki burada gördüyümüz kimi pirabitə yoxdur. Olmadığına görə də bromlu suyu rəngsizləşdirə bilməz. 19-cu sual. Polietilenin orta nisbi molekul kütləsi 168 mindir. Polimerləşmə dərəcəsini hesablayın. Demək, polietilen CH2 n dəfə. Bizə də deyir ki, bura 28-dir. Bu avtomatik olaraq 28 n edəcək. Bu da ki, demək 168 minə bərabərdir. N də
bərabərdir 168-i 28-ə böləndə 6 minə bərabər olacaq. Yəni ki, cavabımız C variantı edəcək. Polimerləşmə dərəcəsi 10.000 və orta nisbi molekul kütləsi 420.000 olan polimerin elementar halqasının nisbi molekul kütləsini hesablayın. Bu da sadə sualdır. Demək, polimer hər hansı bir polimerdir. Polimerləşmə dərəcəsi N-dir. Daha doğrusu N'in yerinə 1000 verib bizə. Deyir ki, 1000'dir. Polimerləşmə dərəcəsi 10.000, üzr istəyirəm. 10.000'dir, kütləsi 42.000'dir. Yəni ki, 10.000'i x-in nisbi atom kütləsinə vurub, nədirsə? 10.000 x bərabərdir 42.000. 420. X də bərabərdir 42 edəcək. Soruları sildikdən sonra, yəni B variantına uyğun gələr cavabımızda. Polimerdə R radikalı COCH3 olarsa bu polimer uyğun monomeri adlandırın. Polimetil metakrilatdır. Yəqin ki, çünki burada artıq deyir ki, R radikalı COCH3 olarsa, yəni fonksiyonal qrup CH3 olarsa, bu maddəmizi deyir, bu polimerə uyğun olan monomeri müəyyən edin. Metil metakrilat efiri, yəni C variantı olacaq. Metil metakrilat efiridəki formulu şəklində və yaxud da əks tərəfə yaza bilərik, eyni şeydir. Yəni ki, buradan pirabitələr qırılanda, buradan pirabitəni qırdan kənarları bu şəkildə açılacaq. Bunun üçün də cavabımız C variantına uyğun gəlir. CH2, CHR polimerində R xlor atomu olarsa, bu artıq vinil xlorid polimerinə çevriləcək. Çünki bu hissədə pirabitəni bura gətirsək, bu radikal vinil radikaldır. Buna birləşən xlor da olsa, bu olacaq vinil xlorid C variantı. C6H5, yəni ki, benzol halqası olarsa deyir, bu benzol halqası da ki, pirabitə bura gələndə sterola çevrilir. Yəni bizim bu maddəmiz sterol olar, monomerimiz olaraq. Yirmi dördüncü sual. Polimer üçün nə doğrudur? Bu, demək, üzvü şüşə adlandırdığımız polimetil metakrilatdır. Yəni, polimerləşmə reaksiyası ilə alınır. Bəli, buradakı pirabitə qırılıb, yəni bu forma alıb, bir doğrudur. Polikondensləşmə daha bir doğrudursa 2 yanlış olur. Polipropilen adlanır, polimetil metakrilat adlanır. 4 doğrudur. Divinil kauçukdur, da bu da yanlış oldu. Cavabımız 1, 4 A variantına uyğun gələcək. 25. Polimer üçün nə doğrudur? Bu da ki, demək, bura pirabitəni atanda görürük ki, yəni bu kənarlardan xəttləri sildikdə xəyalən. Bu olacaq, demək, propilen. Polipropilendir. Yəni 4 doğru olacaq. Polimerləşmə reaksiyası ilə alınır, 1 doğru olacaq. Cavabımız 1, 4-də. Qalanları səhv olacaq. Bu belə. 26. Propilenin doğru polimerləşmə sxemini göstərin. Propilenin doğru polimerləşmə reaksiyasını göstərin deyir bizə. Onun üçün də demək, CH2, CH, CH3'ü burada aşağı versək heç bir problemimiz olmur. Yəni bu hissədə də ki, pirabitəni qırsaq, kənarlara gedir bu belə.
Yəni bu da ki olur düzgün polimerləşmə. Burada A variantında görürsünüz ki, pi rabitə qırılıb, amma bunun tərkibində yenə pi var. Yəni ki, A variantı deyil. Burada yenə pi rabitə qırılıb, amma CH3-ün ətrafına gəlib. Bu da doğru deyil. Burada qırılıb, doğru qırılıb C variantı olacaq, yəni cavabımız. Fenol formaldehid qətranı hansı maddələrin birgə polikondensləşməsindən alınır? Fenol formaldehid fenolla demək karbol turşusu fenoldur elə. Bir də ki, demək qarışqa aldehidi, yəni formiyyət turşusudur. Fenol formaldehidin, daha formiyyət deyirəm, formaldehiddir qarışqa aldehidi elə. Onun üçün də 1-4 cavabımız C variantına uyğun gələcək. Yəni formulda yazaq siz üçün, yəni bu fenoldur. Üzərinə aldehid gəldiyimiz zaman, yəni CH2 O qrupu gəldiyimiz zaman N dənə. Və bu polimerləşir. Polimerləşmədə nə baş verir? Benzol halqasını kənar hissəsinə bir dənə CH2 birləşir belə. Kənar hissəsindən də bir dənə qırılma baş verir. Hidrogen və nəticədə burada su ayrılır. Polikondensləşmə. Burada da ki, polimerləşmə dərəcəsi N. 27-imizin cavabı. 28. Hansı iri molekullu birləşmə yalnız karbon və hidrogen atomlarından ibarətdir? Yəni, tərkibində başqa birləşmə olmasın, element atomu olmasın. Polimetil metakrilatda artıq bu turşu qrupu olduğuna görə oksigen olacaq, nişastada oksigen olacaq, selulozada həmçinin oksigen var, lavsanda oksigen var. Onun üçün də cavabımız B variantı polisterol, steroldakı benzol halqası, hamısı, yəni belə deyək, qısacası da indi burada biraz çəkəndə qəlizlik olur. C6H5, burada CH2 şəkildə polisterol budur. Ki, burada görürük ki, karbon və hidrogenden başqa heç bir şey yoxdur. Tərkibi karbon, hidrogen və oksigenden ibarət olan, bu artıq polimetil metakrilat ola bilər. Butadien sterol, sterol indi dedik, butadien də alkadiendir, karbohidrogendir, propilen karbohidrogendir, etilen yəni karbohidrogendir, vinil xloriddə xlor var, oksigen bizdən istəyir. Vinil xloriddə, onun üçün də cavabımız A variantına uyğun gələcək. 30. Hansı iri molekullu birləşmədə pi rabitə yoxdur? Alkadiyenlərdə ümumiyyətlə var. Alkadiyenlərdə varsa divinil, xloropren, divinil, izopren, yəni bunlar gedəcək. Polimetil metakrilat da akril turşusu, artıq bunun turşu qrupu var, yəni ki, bir dəfə də yenə formulu yazıram. Yəni polimetil metakrilat üçün yazıram CCH3. Burada oksigende artıq bu hissədə CH, daha doğrusu OCH3 belə bir oksigen biri artıq yazdım. CH3. Burada gördüyümüz kimi artıq pi rabitəmiz mövcuddur. Pi rabitəmiz mövcuddursa polimetil metakrilat olacaq cavabımız, yəni pi rabitəsi olan. Yoxdur istəyir. Yoxdur, var. Polivinil xlorid E variantına uyğun gələcək. Vinil xloriddəki demək vinil radikalı ilə aşağıda verib buna bir dənə xlor birləşdirsə, hidrogeni silsə buradan oldu vinil xlorid. Reaksiyada dəyişən nədir? Valent bucağı olacaq. Niyə? Məsələn 31-ci suala baxıram. Buradan bura sp2 birləşmə vəziyyətində idi əvvəl. Burada da sp2, bu da sp2. Valent bucağı orada 120 dərəcədirsə, artıq burada 109 dərəcə 28 dəqiqə. Yəni bura 109 dərəcə 28 dəqiqə olur. Niyə? Çünki burada karbon atomu sp3 birləşmə vəziyyətinə keçib, valent bucağı dəyişir. Dəyişən nədir? Bir dəyişdi. Karbon valentliyi dəyişməz. Burada da 4-dür, burada da 4-dür. Hibrid orbitallansa sp2 idi, burada oldu sp3 dəyişəcək. Yəni 1, 3
dəyişmiş olacaq. Yəni 31-də də cavabımız A variantına uyğun gələr. 32. Demək, reaksiyada dəyişən nədir? Yenə oxşar sualdır, eyni xassədir. Karbon valentliyi dəyişməyəcək. Yəni, eyni şeydir. Hibrid orbitalların sayı dəyişəcək. Karbonun oksidləşmə dərəcəsi. Oksidləşmə dərəcəsi dəyişməz. Niyə? Çünki oksidləşmə dərəcəsinin sadə bir qayda deyim sizə. Misal üçün deyək, karbonla birləşməsi nəzərə alınır. Yəni, hesablamalarda karbonun oksidləşmə dərəcəsi, misal üçün deyək də, yazmışam CH2, CH, bura bir dənə xlor birləşdirmişəm, burada CH3 yazmışam, burada CH3 yazmışam. Deyək ki, mən bu karbon atomunun oksidləşmə dərəcəsini tapmaq istəyirəm. Onun üçün nə edəcəm? Bu hissələr ki var, bu hissələr nəzərə alınmır. Bu hissələrin oksidləşmə dərəcənin cəbri cəmi 0-a bərabər olur. Xlor birləşmələrində -1, hidrogen isə qeyri-metallarla birləşmələrində silisiumdan buradan başqa müsbət bir oksidləşmə dərəcəsi göstərir. Onda karbon da X olacaq. Burada görürəm ki, X-in oksidləşmə dərəcəsi cəbri cəmi 0-a bərabərləməliyəm. Yəni, müsbət 1 üstünə gələnsin, X üstünə gələnsin, -1 bərabər olmalıdır 0-a, onda X bərabərdir ilə 0 çıxır. Burada da demək, əvvəl burada -2 idi, hidrogenlərə görə hərəkət eləyərəm. Burada -1 idi, burada -3 idi, burada da eyni şeylər qalıb. Onun üçün oksidləşmə dərəcəsi dəyişmir. Dəyişən nədir deyir? Yalnız 2A variantına uyğun gələcək. Hansı maddə polimerləşmir? Polimerləşməməsi üçün pirabitəsi birincisi olmamalıdır. Misal üçün, burada formaldehidin polimerləşməsi, bu pirabitə qırıla bilir və nəticədə polimerləşə bilir. Amma Y variantında görürəm ki, nə pirabitə var, nə yəni ki, başqası ilə birləşib bircə polimerləşə bilir. Yəni, belə bir reaksiyası da mümkün deyil. Onun üçün də C olmadı, A olmadı, B pirabitələri var bunların deyə olmadı. C-də bildinizdə buradakı oksigenin pirabitəsi qırılır. Olmadı. Burada isə yoxdur. Yəni CH2, OH da hamısı sigma rabitədir. Belə. 34. Propilenin polimerləşmə məhsullarının adları hansı halda doğrudur? Birincisində burada baxırıq ki, radikallara diqqət eləmək lazımdır. Fəza quruluşuna görədir bu. Artıq hamısı eyni cərgədə deyil. Bu artıq ataktikdir, yəni qeyri-müntəzəm formadır. Ataktik olduğuna görə fərqli tərəflərə gedir həmin forma. Sonra burada görürük ki, hamısı eyni tərəfdədir. Eyni tərəfdədirsə, demək, izotaktik, fərqli tərəfdədirsə, sindiotaktik olacaq. İzotaktik, sindiotaktik, yəni ki, çox etmə cavabımız C variantına uyğun gələcək. Termoplastik polimerlər sırasını göstərin. Termoplastik fenol formaldehid qətranla teflonu çıxdıqdan sonra yerdə qalan əksər polimer birləşmələr, yəni demək, termoplastikdir. Yəni, burada cavablarda baxırıq. Fenol formaldehid var, ondan sonra fenol formaldehid var, fenol formaldehid var, fenol formaldehid var. Onun üçün də cavabımız qalır elə B variantı. Yəni, fenol formaldehid olan yerləri çıxdı. İşimiz düzəldi. Termoplastik polimerlər sırasını göstərin. Yenə dedim, fenol formaldehidlə teflonu çıxanda düzəlir. Fenol formaldehid, fenol formaldehid, fenol formaldehid, fenol formaldehid. Cavab D variantına uyğun gəldi. 37. Yəni, o termoplastik nə deməkdir? Yəni, qızdırdıqda yenidən ona forma vermək mümkündür. Məsələn, 37-də bizdən nə istəyir? Hansı polimerlə əritdikdə onların xətti molekulları arasında kimyəvi qarşı təsir baş verir. Bu xətti molekulları arasında o zaman baş verir ki, bunlar termoreaktiv olsun. Bunu yadınızda saxlayın. Yəni, termoreaktiv də fenol formaldehid qətranı ilə teflondur.
Burada teflon 1 ilə 2-də daha yoxdur. 3-dəki fenol formaldehid qətran olduğuna görə bunlar xətti molekullar arasında reaksiya baş verəcək. Yəni 37-də cavabımız A variantına uyğun gələcək. 38-dəki hansı polimerlər əldə onlar xətti mövzunun kimya vəziyyəti təsir baş verir. Bayaqkində bəlkə baş vermir deyirdi. Üzr istəyirəm. 37-də baş vermir deyir. Buna diqqət edin. Mən diqqətsizlik elədim. 3 deyil də burada cavabımız 1-2 olacaq. Yəni bu A deyil də 1-2 olacaq. Çünki burada diqqət elədim 38-də baş verir deyir. Gördüm eyni sual çıxdı. 38. Burada da polimerləşmə ərtişdə xətt baş veriri istəyir. Baş verir də yalnız 3 olacaq. Yəni daha bayaqki izah elədiyimiz kimi B variantına uyğun gələcək. 39. Polietilen deyir və sp3 hibrid orbitalların sayı polimerləşibsə bu artıq polietilendə bunlar sp2 hibridləşmə vəziyyətindədir. Düzdür, normal zəncirdə olanda bunlar yəni ki pir abidəsi qalanda sp2 olur, amma qırıldıqdan sonra keçir sp3 hibridləşmə vəziyyətinə. Bizə dedir ki, polimerləşmə dərəcəsini n qəbul eləsək, burada neçə dənə var? 4 dənə burada hibrid orbital, 4 dənə də burada. Yəni qaydasını yadınızda belə saxlayın. 3 üstə 1, S1, P3, cəmi elədi 4, bu da 1, 3, 4. Yəni 8 dənə hibrid orbital var burada karbonda. Və edəcək 8n bərabərdir 8000-ə, n də bərabərdir 1000-ə. 1000-dəki onun kubu, yəni cavabımız C variantına uyğun gələcək. Polipropilenda da eynən, sadəcə burada polipropileni heç bu silməyək. Polipropilenin nə fərqi var? Burada bir dənə CH3 qrupu var. Yəni eynən budur. Bir dənə dediyimiz kimi bu hissədə CH3 qrupu var. Bu da sp3 hibridləşmə vəziyyətindədir. Bir dənə də 4 gəlir üstünə. 4, 4, 4, 3-dən 4, 12 dənə hibrid orbital monomer halqasının içərisindədir. Onda 12n, burada 8 idi, indi 12n bərabərdir 24000-ə. 24000-ə, onda n də çıxır 2000. Polimerləşmə dərəcəsi 2 vurası 10 üstü 3, yəni C variantına uyğun gələcək. Belə, inşallah ki, ardın davamını yenə çəkəcəm. İzlədiyiniz üçün təşəkkür edirəm.